Salam millət. Bu gün yenə artıq hər ay olduğu kimi ödənişsiz tələbə qəbulunda 70 nəfər səs verir və 70 nəfərdən bir nəfəri qalib olaraq seçəcəyik və o bir nəfər artıq bizim ödənişsiz təlimimizə qatılacaq. Qaydalar bu şəkildədir ki, 70 nəfər say var. Əslində təlim bölməsinə baxsaz orada 71-dir. Sadəcə mənim indi gördüyüm müşahidəmə əsasən bir nəfər 2 dəfə göndərib deyə 70 deyən, onu 70 saymışam. Başqa da varsa indidən deyə bilərsiniz. Əgər varsa, mən görməmişəm. Ona görə 70 nəfər səs verib. Və bu 70 nəfəri 1-dən 70-ə qədər bu çarxa yazmışıq və indi nə edəcəyik? Çarxı döndərəcəyik. Çarxı döndərdikdə misal üçün bir rəqəm düşəcək, 30 deyirəm ki, və yaxud 15 və yaxud 20 və s. Bir düşəcək misal üçün. Açacağıq orada sırayla. Birinci göndərən kim idisə, ikinci, üçüncü və s. bu şəkildə baxacağıq. Aydınmı? Deyirəm ki, düşüb 5-ci adam. Yəni burada çarxda 5 çıxdı. Yuxarıdan sayacağıq, yuxarıdan. 5-ci adam artıq bizim yəni komandamıza qatılacaq. Qaydalar hər kəsə uyğundurmu? Bir narahatçı olduğunuz qaydalarla bağlı narahatçı olduğunuz mövzular varmı? Varsa buyurun millət. Aha, yoxdursa o zaman davam edirik. Tamam, çarxı göndərirəm millət. Kimə düşəcəksə, xeyirli uğurlu olsun inşallah. Ya Allah. 15. 15-ci adam millət kimdirsə, komandamızın üzvü olacaq. Gəlin baxaq. Demək, qatılırıq Telegrama. Ən başa gedirik. Hı -hı. 1, 2, 3. Yəni belə sayaq millət. 1, 2, 3, 4, 5, 6, 7. Niyə belə oldu? Millət təzədən plusla daxı bunlar. Bir dəqiqə, bir dəqiqə. Nəsə yanlış olmasın. Nəsə qatışdı. Bir dəqiqə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14, 15. A. 15 bizim tələbəmizdir axı. Hüseyin bəy, buradasınız? Hüseyin bəy buradadır mı? Millət 15 çıxdı amma 15 bizim onsuz da tələbəmizdir. Hemen Hüseyin ben Tamam, bizim sağ Bizim tələbəmiz bəs indi necə olacaq? Tamam, gəlin onun özündən razı qaldıqdan sonra yenidən çarxı fırlayarıq amma bir dəqiqə özünə yazaq. Buradayım, müəllim, Ha, eşidirəm. Axşam istəyirəm. buradasınız? Aha. Bəli, bəli. Bəs Hüseyin bəy necə olacaq? Qatılmaq istəyirsiniz, siz qatılmaq istəyirsə o zaman siz düşmüsünüz deyə mən təzədən siz olacaqsınız amma yox desəz ki fərqli bir adam, o zaman fərqli bir adam olacaq. Nə düşünürsünüz? Müəllim, belə deyim də, əslində qalsa qatılmaq istəyərəm yenə. Niyə də Aha. olmasın? Yəni təkrar biliyin anasıdır. Yəni bilmədiyimiz bəzi şeylər də var. Bəlkə də öyrənmək istəyirik yenə əlavə nəsə. Aha. Yenə də seçim sizindir. Yəni siz də belə deyim də, yəni siz öz könlünüzcə necə istəyir eləyə bilərsiniz. Yox, Mənim indi üçün xoş. gəlin o zaman belə bir şey eləyək millət. Ədalətli olması üçün Hüseyn bəy. Bəli, bəli. Gəlin belə bir şey eləyək. Siz təzədən əlavə edeyim, təzədən əlavə edeyim, təzədən əlavə edeyim. Və yenidən çarx fırlayaq. Başqa bir adam çıxdıqda onu da əlavə edin. Nə düşünürsünüz? Bayram ərəfəsində. Daha yaxşı olar. Tamam. Olar müəllim. Mənim üçün Tamam o zaman. fərqli. Yenidən fırlayıram millət. Yenidən düşdüyü adam olacaq ikinci elə bir şansda. Amma Hüseyn bəy özü də qatılacaq. Hüseyn bəy, siz mənə özeldən yazarsa Əhməd Tomsa qrupa əlavə edəcəm sizi. Okey. Evet, yenidən Yaxşı fırlayıram. müəllim. Ya Allah, görək. 44. Əla. Millət yəqin şey yaxşı, ədalətli oldu da, düzdürmü? Yəni narazı olduğunuz bir şey olmadı ki. Belə olsaydı, bir nəfərdən davam edəcəkdi, onsuz bağlayacaqdı yəni, elə davam edəcəkdi. Ona görə yox, istədim ki, heç iştirak etməyin. Tamam, 44 oldu, düzdürmü? Bir dəqiqə. Aha, 44. Yəni keçək. Hüseyin bəy 15 idi onsuz da. Bir dəqiqə hardadır? 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. 25, 26, 27, 28. Rüfət bəy 28-dir. 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44.
Asif bəy. Qalibimiz Asif bəydir. Belə təbrik edirəm Asif bəy. Buradadırsa təbrik edirəm. Sizə birazdan mən link göndərəcəm. Qrupa əlavə edəcək və inşallah yeni ayın birindən etibarən 1 və 5 arası təlimimiz başlayacaq. Allahın izni ilə inşallah sizin üçün də bizim üçün də xeyirli olar. Millət, gələn ay inşallah bunu davam etdirəcəyik, o birisi ay bunu davam etdirəcəyik Allahın izni ilə və yenə təkrar deyim, düzdür, burada əlavə qatılanlarımız da olur. Əlavə qatılanlar kimlərdir? Bunu təzədən demişdim, amma yenə də şəhid ailələri və qazi ailələri, özləri ailələri. Belə bir şey deyim ki, millət, o onsuz da hər ay olur qəbul və sakit, səssiz olur. Yəni burada onlara demirəm. Əlavə olaraq da elə bir şey varsa, yaxınınızda bildiyiniz, özü demək istəmədiyi, amma siz bilirsiniz ki, aha, deyirəm ki, bu adam bu tələblərə uyğundur, amma özü demək istəmir. Özündən halallıq aldıqdan sonra, yəni özünüz deyə bilərsiniz mənə, problem deyil. Yenə də sakit, səssiz komandamıza əlavə edəcəyik. Bir daha sizin üçün də inşallah bizim üçün də xeyirli olar. Millət, sağ olun hər biriniz. Allah amanında. İnşallah gələn ay yenidən görüşərik. Narazı olan bir şey varsa millət, əgər ədaletsiz olan bir Kesinlikle. şey varsa deyirsiniz, düşünürəm ki, yoxdur. Çox sağ olun Eşəm. Allah ürəyinizə görə versin. Siz sağ olun. Allah amanında. Allah Amin, amanında. çok sağ olun. Bu Sağ arada olun. bayramınız da mübarək olsun Çox hər sağ olun. birinizin. Sağ olun. Bahəm inşallah hər birinizdən. Allah amanında millət.